Salam əziz müştərilər, bugün sizə 2 dənə belə Belçik aparatı təqdim edirəm. Aparatlarımız deməli kvadrat Belçik aparatlardır. Bunlar maqnitləndir. Xaladenikə soyuducu yapışdırmalı. Baxın görürsünüz, bax belə yapışır dəmirin üzərinə. Soyuducu üçün maqnitlərdir. Aparatlar 2 dənədir, 2 cürdür. Biri ucuzlu modeldir, biri professional modeldir. Hər iki variantın işləmə qaydasını göstərəcəm sizə bu gün. Bir neçə müştərim belə bir şeylər istəyirdi. Həmçinin belə bizə kvadrat kəsən lazım olacaq bu işini görmək üçün. Bunu əllə də kəsə bilərsiniz, amma belə kvadrat kəsənlə daha rahatdır. Deməli, nədən başlayır prosesimiz? Proses başlayır bunu kəsməkdən. Biz 2 dənə eləyirik deyənə 2 dənəsini hazırlayıram. Aha. 2 dənəsini götürdük belə. Qaydası belə. Birinci dəmirini qoyuruq. İkinci kəsdiyimiz kağızı. Üçüncü onun laminasiyası üzərində qoyduq. Tərəfinə də basmasını qoyuruq və çox rahat. Bir dəfə belə basırıq, bir dəfə də belə. Və məhsulumuz hazırdır. Məhsulumuz hazır olandan sonra da buradan belə maqnit götürürük. Magnitlə yapışdırırıq bura. Bu qədər sadə. Bizdə satışda avadanlıqla yanaşı belə beciklərdə mövcuddur. Kim istəsə əlaqə saxlasın. Bu aparatın işləmə qaydası idi. İndi keçən növbəti daha ucuzlu modellər. Kim ki işi azdır, daimi deyil. Onlar üçün bunu daha məsləhətlidir. Eyni qaydada dəmirini qoyuruq. Kağızını qoyduq. Laminasiyası və plastikini bu şəkildə qoyduq. Eyni qayda ilə bir dəfə belə sıxdıq. Bir dəfə də belə sıxdıq. Yəni çox asan bir işdir, çox asan hər şey gələn bir məhsuldur. Bunda da eyni şəkildə maqniti yapışdırırıq bura. Kimə maraqlıdırsa, videoda aşağıda göstərilən avadanlıqlarla videoda aşağıda göstərilən nömrə ilə əlaqə saxlasın. Digər avadanlıqlarla tanış olmaq istəyirsinizsə, mütləq bizim saytımıza daxil olun, sublim.az. Burada digər avadanlıqların hamısı ilə yaxından tanış ola bilərsiniz. Təşəkkürlər diqqətiniz üçün, çox sağ olun.